maşallah, maşallah. Allah olmayanlara qismət eləsin. Hardasan Kasıb? Elə bir evimiz çıxdı. Gəncə şəhərində, Yeni Gəncədə, Meronun yaxınlığında. Süper bir vəziyyətdə belə bir villamız çıxdı inşallah satışa. Darvazaların özləri qoymayıblar, sizi evindən tanış edeyim. Həyatın bir anında ev. Allah olmayanlara da qismət eləsin inşallah. İnşallah toya xeyirişə qismət olsun belə bir evlərimiz. Balalarımız da xoşbəxt olsun inşallah. Allah xeyir versin hər kəsə. Evimizin gözəlliyinə baxsanız biz. Ev həqiqətən də çox süperdir. Sayınızı qoyun qavanınıza, mən evlə sizə tanış edeyim. Evin görüləsi işləri var. Amma evin tikilişi, evin dizaynı çox süper. Çox gözəl vəziyyətdədir. Allah alana da satana da xeyir versin. Həmən girən kimi görürsünüz solda. Yenə hamam sanitar. Burada belə bir yaradıblar. Səliqəli şəkildə. Burada süper vəziyyətdə bir dənə zalımız, kondisionerinə kimi. Evin sənətləri tam qaydasındadır. Tam süper vəziyyətdədir. Burada bir hamam sanitarımız. Burada kuxnamızdır. Kuxnamız birbaşa terasa çıxır. Gördüğünüz kimi kuxnamız. Bu terasın altı gördüğünüz kimi. Bura 13 tonluq hovuzu. Allah xeyir versin hər kəsə. Allah alana da, satana da. Allah olmayanlara da qismət eləsin. Arzusunda onlara qismət eləsin inşallah. Burada da belə bir yataq otağımızdır. Hər otağın artıq özünün kondisioneri var. Evimizin görüləsi işləri var. Amma evə pul qoymağa dəyər həqiqətən də. İndi düşəcəm aşağıdan sizə qarajını da göstərdim. Gəlin yuxarı mərtəbini tanış edeyim sizi. Allah xeyir versin hər kəsə. Allah olmayanlara da qismət eləsin. Allah var eləsin hər kəsə. Maşallah, maşallah, bəh. Burada da bir dənə qəşək. Yenə hamam sanitarımız. 2-ci mərtəbənin. Burada bir yataq otağımız. Yenə kondisioner yerindədir. Evin hamısı toplip oldu. Nəzərinizə çatdırım, əziz izləyicilərimiz. Bütün 1-ci mərtəbə, 2-ci mərtəbə hamısı toplip oldu. Süper vəziyyətdədir. Burada da yenə bir otağımız. Panorama bir gördüğümüz kimi birbaşa buradan eşiği görmək mümkün. Burada da bir yataq otağımız. Səliqəli şəkildə, süper vəziyyətdə, Allah xeyir versin. Kondisioner kimi yerindədir. Burada da gördüyünüz kimi bir kombo otağımızın yer topluluğu olduğuna görə hamısı səliqəli şəkildə yığılır. Qoyulur. Allah xeyir versin. Alana da, satana da gəlin indi aşağı mərtəbəyə sizə tanış edin. Əziz izləyicilərim, düşdük aşağı mərtəbəyə. Gördüyünüz kimi, buradan həmən düşürsünüz aşağı qaraja. Qaraj təmir olunubdur. Səliqəli şəkildə, terasımızın altı da əziz izləyicilərimiz. Gördüyünüz bax, bura kombo otağımızdır. Allah xeyir versin hər kəsə. Alana da, satana da, Allah olmayanlara da qismət eləsin. Burada da yenə bir otağımız var aşağıda. Tavla qismində. Bütün hər şey yüksək səviyyədə. Hər şey yüksək səviyyədə çəkilir burada. Gördüyünüz kimi, belə səliqəli şəkildə. Burada da qarajımızdır, maşınlar. 3 dənə maşın, 4 dənə maşın rahat gelir bu qaraja. Allah xeyir versin, alana da, satana da, Allah olmayanlara da qismət eləsin inşallah. Gördüğünüz kimi, çox süper. Allah sizlərə də qismət eləsin, balalarınıza qismət olsun inşallah. Terasın altından gəlin sizi tanış edeyim. Bax, burada da bir kombo otağımız var. Yəni, bütün hər şey burası çəkilib yığılıb, daha doğrusu. O belə deyil. Adelim sanitar qoyulub bura. Kombo otağımızı. Maşallah, suya halal olsun. Çox səliqəli bir iş görür, süper vəziyyətdə. Allah xeyir versin, alana da, satana da, Allah olmayanlara da qismət eləsin inşallah. Maşallah, maşallah, bəh. Gözəlliyə baxsanız mı? Allah sizlərə də qismət eləsin. Birbaşa kanalizasiya, birbaşa. Səliqəli şəkildə evin sənətləri tam qaydasındadır, ideal vəziyyətdə. Burada gördüyümüz kimi fontanıdır, şəlaləsidir. Küpləkan arasında. Süper bir vəziyyət. Allah xeyir versin hər kəsə, alana da, satana da inşallah.